Qısa qol köynək geyinməyi məsləhət görmürəm. Səbəbini isə indi açıqlayacağam. Əvvəllər köynəklər uzun qol idi, hətta onun manjeti və yaxalığı yox idi və alt paltar kimi istifadə olunurdu uzun illər. Amma evolyusiya nəticəsində köynək üst geyimə də çevrilməyə başladı və onun yaxası və manjetləri də əlavə olundu. Artıq bugünkü hala gəlib çatdı. Amma qısa qol köynəyin yaranma tarixi biraz fərqlidir. Hamı uzun qol geyinirdi, amma fəhlələrin qolları tez-tez çirkləndiyi üçün arvadları hər gün onu yumaq məcburiyyətində qalırdı. Ona görə nə etdilər? Asan yolu tapdılar, qollarını kəsdilər və qısa qol köynək yaratdılar. Və ondan sonra qısa qol köynəklər kişilərin arasında bir dəvə düşdü. Yay zamanı qollar açıqdır və daha sərin olur. Amma qısa qol köynəyin bir problemi var ki, onun bu qol hissəsi, yuxarı hissəsi çox enli olur deyən, belə üçbucaq şəklində qalır. Əsasən də bədən forması biraz ideal olmayan kişilərdə. Ona görə çiyinləri daha ensiz göstərir. Bu səbəbdən uzun qol köynək geyinmək daha məsləhətlidir. Yayda istidirsə, o zaman qolları çırmalayırsınız. Onun da müxtəlif növləri var. Onlar haqqında da gələn videolarda danışacağam. Burada bir məsələ var ki, bunun psixoloji tərəfi də var. Məsələ deyəlim ki, qolları nə vaxt çırmalayırlar? Əsasən hansısa bir işi götürüb görməkdən öncə, bu da o deməkdir ki, qolları çırmalı olan kişi hər şeyi bacarır və hər anda hər işin qulpundan yapışa bilir. Ona görə uzun qol köynək geyinmək daha məsləhətlidir. Yay zamanı isti olmaması üçün kətan köynəklərdən istifadə etmək ən yaxşı yoludur.